xəstəmizin belində, daxili orqanlarında şişlə əlaqədə metastaz var. Metastaz nə deməkdir? Yəni birincili mənbədən onurğaya doğru yayılmışdır. Və biz bu xəstədə diaqnostik məqsədlə iğne ilə daxil olduq. Burada gördüyümüz kimi nə edirik? İğne ilə xüsusi olaraq daxil olduq, biopsiya aldıq və həmən nahiyyə sement maddəsi vurduq. Bu sementin vurmaq məqsədimiz, hədəfimiz nədən ibarətdir? O fəqərənin getdikcə sınmasının qabağı alınsın və xəstənin bel ağrılarının qarşısı alınmış olsun. Və histoloji müayinədən sonra da bu xəstəmiz radioterapiyasını və ya kimyoterapiyasını davam etmiş olacaqdır. Əməliyyatı bizim Türkiyədən dəvət olmuş Ozan hocamızla bərabər icra etdik. Hocam, sizin də fikrinizi alardıq bu hasta haqqında. Metastaz nedeniyle kırık vardı. Bu kırık felç yapabilirdi. Bu nedenle sement verdik bu kanülle. Artık kırık sabitlendi oraya. Aynı zamanda biyopsi de aldık. Daha sonraki tedavisine devam etmek için. Bütün qrupumuza təşəkkür edirik. Hər kəsə minnətdarıq. Sağ olun. Sağ olun.